mən Aybəniz xanımla başlamaq istəyərdim. Tarixi torpaqlarımız, doğma Zəngəzur torpaqları, oranın folkloru, mədəniyyəti, incəsənət o qədər zəngindir ki, bu da onların sırasına daha bir töhfə olacaq Aybəniz xanım. Sizin düşüncələriniz maraqlıdır. Buyurun. Təşəkkür edirəm. Mən də bütün əziz dostlarımızı, dəyərli sənətkarları ürəkdən təbrik edirəm. Bu böyük bir layihə münasibəti ilə. Əlbəttə, bu çox böyük bir qələbə müjdəli əsərdir və biz sanki hər birimiz sarılmışıq bayraqlara və o uzun yolu artıq gedirik. Artıq çox yaxın zamanda biz qovuşacağıq. Bax, hissi ürəyimizdən aşır-daşır və inanıram ki, o gündə olacaq və bir sir də deyil əslində, bilənlər bilir. Amma bilməyənlərin diqqətinə çatdırmaq istəyirəm ki, mən sanki atamın, anamın torpağını qucaqlamağa gedəcəm ora. Və bu mahnı vasitəsilə mən sanki bağrıma basıram Zəngəzuru. Çünki mənim köküm oradandır və mənim anam da, atam da Dərələz mahalından, Göyçə mahalındandır, İrəvandandır. Bu nəğməni yaradan insanlara, bunun üzərində zəhməti olan insanlara təşəkkür edirəm hamınıza. Çox sağ olun, var olun. Nə yaxşı ki varsınız, nə yaxşı ki belə gözəl əsərləri də siz yaradırsınız və bax belə işıqlı yola aparırsınız. Bütün sənətkarlarımız var olsun, səsiniz var olsun. Hamımızı təbrik edirəm. Siz başda olmaqla.